Bu plastik artıq belə deyək, bizim ölkəmiz miqyasında bütün dünyada qlobal bir problemə çevrilir və beynəlxalq çağırışlar var. Yəqin ki, son bir neçə ildə artıq yüksək səviyyəli hökumətlər səviyyəsində danışıqlar gedir ki, plastikin səmərəli idarə olunması ilə bağlı ayrıca bir razılaşdırma sənədi, belə deyək, konvensiyanın qəbul olunması nəzərdə tutulur ki, artıq okean sahili ölkələr, digər belə deyək, inkişaf edilmiş ölkələrdə plastiklə bağlı problemlər o həddə çatıb ki, artıq orada həm sənaye, həm kənd təsərrüfatı, həm də biomüxtəlifliyə ciddi təhdidlər yaranır. Ölkəmizdə də, məsələn, 5-6 il bundan qabaq biz bunun haqqında danışanda ancaq internet məlumatlarından və digər ölkələrin təcrübəsindən danışıq. Amma bizdə də baxanda sahil boyu, Xəzər sahili ərazilər, çayların belə deyək, mənsəbində plastik tullantılar o həddə çatıb ki, bizdə də artıq bunun, yəqin ki, sizin özünüz də həyata keçirici layihələrdən görmürsəm regionlarda və digər ərazilərdə plastik tullantılar artıq bizim ölkəmiz üçün də belə deyək, təhdid yaradır. Bununla bağlı plastikin indi həm biomüxtəlifliyə, həm belə deyək, insan sağlamlığına, bilirsiniz ki, biomüxtəlifliyin yaşayış mühiti məhdudlaşanda onların ölümünə səbəb olur, onların belə deyək, yaşayış mühiti azalanda onlar da digər ərazilərə miqrasiya eləməyə məcburiyyətində qalır ki, biomüxtəlifliyə də ciddi təhdid yarananda dolayısıyla insanlara da, həm də mikroplastik səviyyəsində artıq aparılan tədqiqatlar göstərir ki, dənizlərdə, okeanlarda plastiklərin mikroplastik səviyyəsində canlıların, yəni daxilində balıqların, belə deyək, miqrasiya ilə insanın da gəlib orqanizminə çata bilir. Bu, yəni ki, elə ciddi təhdid deməkdir ki, hal-hazırda plastikin idarə olunması ilə bağlı, yenə deyirəm, beynəlxalq çağırışlar qəbul olunur. Yəni, plastikin belə ciddi təhdid yaratmasının səbəblərindən də biridir ki, onun əlverişli olması və insanların günü-gündən ondan daha çox istifadə olunmasıdır. Həm budur, həm də ki, plastik uzun müddətdə 500 il, 800 il parçalanmadan belə deyək, ətraf müddət torpaqda, suda uzun müddət qala bilir. İnsanlar daha çox həcmdə, gün-gündən daha çox istifadə edir və bunun parçalanması da təbiətdə uzun müddətlidir. Bu da artıq, belə deyək, həndəsə silsilə ilə onun həcmin təbiətdə artmasına, həm o su hövzələrində, həm torpaqlarda artmasına gətirib çıxarır. Ona görə də beynəlxalq o qəbul olunmuş prinsiplərdən biri də odur ki, tullantının azaldılması üçün həmin məhsulu, tullantını yaradan məhsuldan az istifadə edir. Yəni, azaltma tədbirləri olmalıdır. Həmin məhsulların əvəzində alternativ, onu əvəz edən məhsullara keçid olmalıdır. Həm müasir təcrübə, həm də yerli şərait nəzərə alınaraq ölkəmizdə də həm plastiklərin qadağan olunması, həm plastik torbaların bəzi qruplarının ödənişli olması, bir qrupun məsələn 15 mikrona qədər olanların ümumiyyətlə qadağan olunması 21-ci ilin yanvarından, iyul ayından isə 21-ci ilin bir dəfəlik o istifadə üçün nəzərdə tutulan plastiklərin, çəngəl, bıçaq, qaşıq və qarışdırıcı çubuqların və stəkanların 21-dən ümumiyyətlə dövriyyəsinin qadağan olunması.